5 avqust. Məlum olduğu kimi Bakının 28 may metro stansiyasından Nizami metro stansiyası arasında qatarların hərəkətinin tikinti işləri ilə bağlı olaraq 10-11 ay müddəti ərzində dayandırılması paytaxt sakinlərinin gündəlik həyatına ciddi təsir göstərən dəyişikliklərdən biridir. Belə ki, onlar gündəlik məktəbə, işə, digər görüş yerlərinə çatmaq üçün metrodan istifadə edirlər, amma hazırda isə alternativ nəqliyyat vasitələrinə üst tutmalı olacaqdır. Bu da onlar üçün əlavə xərc və eyni zamanda vaxt itkisidir. Dəstəkləyici tədbir olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut xətti artıq ötən gündən fəaliyyətə başladı. Bugündən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində xətlərin ayrılması layihəsində start verildi. Bununla əlaqədar olaraq vətəndaşlarımız aktiv şəkildə bu ekspres marşrut xəttlərinin imkanlarından yararlanırlar. Hazırda olduğumuz 28 may Nəqliyyat Mübadilə Mərkəzində 3 sayda ekspres marşrut xətti fəaliyyət göstərir. M1, M2 və M3. Bu da vətəndaşlarımızı müxtəlif metro stansiyalarının bu əraziyə çatdırılmasını təmin edir. M1 nömrəli ekspres marşrut xətti Elmlər Akademiyası metro stansiyasına 28 may metro stansiyasına, M2 nömrəli ekspres marşrut xətti İnşaatçılar metro stansiyasına 28 maya, M3 nömrəli ekspres marşrut xətti 20 yanvar metro stansiyasına 28 maya. Bundan savayı mən xüsusilə qeyd edim ki, M1 və M3 nömrəli ekspres marşrut xəttlərində aralıq dayanacaq olaraq Nizami metro stansiyası təyin olunub ki, vətəndaşlar həmin metro stansiyalarda rahat şəkildə minib düşə bilsinlər. Bundan əlavə 3 əlavə ekspres marşrut xətti M4, M5 və M6-dır ki, M4 və M5 20 yanvar metro stansiyasına vətəndaşları Köroğlu metro stansiyasına və Gənclik metro stansiyasına çatdırır. M6 Elmlər Akademiyası metro stansiyasına, Gənclik metro stansiyasına çatdırır. Buradan vətəndaşlarımıza müraciət edirik və xahiş edirik ki, səfərlərini planlayan zaman öncədən istiqamətlərini düzgün seçsinlər və bu avtobus imkanlarına düzgün yararlansınlar və səfər sayı minimum olsun. Bununla savayı qeyd edim ki, əlavə 20 sayda müntəzəm avtobus marşrutuna 100-ə yaxın avtobus əlavə olunub. Bu da əlbəttə ki, intervalın azalmasına və vətəndaşların avtobuslara əlçatanlığının təmin olunmasına hesablanıb. Biz bu məsələ ilə bağlı 28 may metro stansiyasının ətrafında yerləşən alternativ nəqliyyat vasitəsi olan M1 avtobusun içərisinə daxil olub sərnişinlərin fikirlərini öyrənək. Hələ ki birinci dəfə istifadə edirik. Hələ ki bilmirəm necə olacaqsa bu tələbələr gələndən sonra inşallah yəni tam edər istəklərimizi, problem yaratmaz. Bu qərar sizi qəbul edirmi? Yəni məcburuq da başqa nə deyək hələ ki. Əlbəttə metronun yerini verə bilmək çətin olacaq. Amma məncə dözə bilərik, bir problem yaratmaz bizim üçün. Əlbəttə eləmir. Mən Köroğludan Elmlərə qədər getməyə 2 dənə marşrut təşkil etməyə görə. Büdcənizə ziyan gəlirmi? Əlbəttə ziyandır da, bu ziyan deyil bu. Daimi metrodan istifadə edirsinizmi? Mən həmişə edirəm. Şəhərdən öncə metrodan istifadə edirəm. İndi bu günləri mən düşmüşəm əziyyət çəkirəm. Biz alternativ nəqliyyat vasitəsi olan M2 avtobusunun içərisindəyik və sərnişinlərdən bu haqda müsahibə götürək. Hazırda nəqliyyat vasitəsinə daxil olarkən ödəniş nə qədər ödədiniz? Ödədik 60 qəpik. Hansı ərazidə düşəcəksiniz? Mən inşaatçılarda. Hal-hazırda alternativ nəqliyyat vasitələri sizi qane edirmi? Vallahi nə deyim mən. Əvvəl bir nəqliyyat vasitəsindən istifadə edirdiniz, düzdür? İndi 2 dəfə, indi 2. Bu sizin büdcənizə və vaxtınıza mane törədir. Bəli. Alternativ nəqliyyat vasitələri sizi qane edirmi? Əlbəttə ki, edir. Yəni bir dəfə ödədiyiniz məbləğ hal-hazırda 2 dəfə ödəyirsiniz. Heç bilmədim qiyməti nə qədərdir, ödədim. Gündəlik həyatınızda işə gedərkən məbləğ nə qədər ödəyirdiniz metroya? 60 qəpik. Amma indi əlavə ödəniş edirsinizmi? Mən birinci dəfədə istifadə edəcəm. Ona görə hələ ki, yəqin ki, edəcəm bəli, əlavə ödəniş. Bugün başlayır, indi görəcəyik ki, necə olur. Hələlik bunların ödənişli əsaslarla təşkil edilməsi mənə elə gəlir doğru deyil. Çünki
bu ərazidə tələbələr istifadə edirlər. Sonra o bağlanılan ərazi Elmlər Akademiyasının ərazisidir. Orada bir neçə universitet var. Tələbələr təqaüdləri yüksəkdir. Üstəlik də bu nəqliyyatla bağlı da çətinliklər yarananda onlar bir neçə marşrut dəyişməli olacaqlar və bu 60 qəpik əvəzinə mətbuatda da yazılıb ki, hardasa 1 manat 80 qəpik, 2 manat 40 qəpik falan bu qədər qiymətə qalxacaq. Mən də xahiş edərdim ki, mümkünsə bu yenidən nəzərdən keçirilsin. Metroların bağlanmağı ilə bağlı nə demək istərdiniz? O bilirəm ki, yəqin yaxşı vaxt eləyiblər də, düzgün eləyiblər. Tutaq ki, 5 ildən sonra eləyib nə olacaqdı? İndi olmağı yaxşıdır. Heç olmasa 1 ildən sonra olacaq yaxşı. İndi yaydı. Hələ bilmirəm mən buradan avtovağzala necə gedəcəm. Yolum oradandır. Sabenin bunun qarı var, yağışı var, sürüşkən yolları var. Yaşlı insana, cavan uşaqlar olacaq, körə məktəblilər olacaq. Nə deyim valla, Allah işlərinə van desin. Gəlir yaxşı olardı ki, elə yağın ki metroda remont lazımdır da, əlbəttə ki bağlayıblar da, başqa nə deyə bilərəm. Bəli, biraz problem yaradır. Mən indi inşaatçılara getməliyəm, biraz tələsirəm hal-hazırda. Metro bağlıdır deyə məcbur düşdüm, bir də avtobusla indi probka ilə getməliyəm. Dəyişiklik belədir ki, inşaatçılarda olurəm, mən güneş dəqiqəsi yerinə getməyəcəm. Gedib gəlməyə mənim maşası 4 manat, 5 manat xərcim çıxır. Əlavə xərciniz. Bəli, bəli. Eyni zamanda da vaxt itkisidirmi? Əlbəttə ki, vaxtımı itirirəm. Yaxşı, alternativ nəqliyyat vasitələrindən razısınız? Xeyr, pulsuz olsa daha yaxşı olardı. Bildiyimiz kimi gün ərzində metrodan minlərcə sərnişinlər çıxır. Onları təmin etmək üçün bu alternativ nəqliyyat vasitələri çatdıracaqmı? İnşallah, bacardığımız, əlimizdən gələni eləyirik. Hal-hazırda çatdıra bilirsiniz? Bəli. İndi bu gördüyümüz bu alternativ nəqliyyat vasitəsi hansı istiqamətdədir? Nizami 20 yanvar metrosu. Sözsüz ki, təsir eləyir. Bunu heç olmasa pulsuz eləyin ki, amma yarı yolda düşüb 2 dəfə xərcə düşməsin. Siz gündəlik metrodan çox istifadə edirsiniz? Çox istifadə edirəm. Hal-hazırda getdiyiniz, Nə deyirsiniz? yəni gündəlik həyatınızda daimi metrodan istifadə edirsinizmi? Eləyirik, hamı eləyir. Metrodan çıxanlar hamısı eləyir. Bəli, təbii ki, bir tələbə olaraq metro bizim üçün çox rahat nəqliyyat vasitəsidir. Hal-hazırda təmirdən sonra ümid edirəm daha rahat olacaq. Bu təmirdə müvəqqəti narahatçılığı aradan qaldırmaq üçün təyin olunan ekspres avtobuslar yaxşı rahat olsa da nəqliyyat xərclərinin çox olduğu həqiqətini dəyişdirmir təəssüf ki. Bəli, əlavə xərc var. Əlavə xərcdən əlavə gör nə qədər dəyiş, çıxıq, gəzən bir də əlbəttə çətindir. Vaxt itkisi. Bəli, vaxt itkisidir. İndi birazdan tələbələr lap zülüm çəkəcəklər. Biz hazırda Nizami metro stansiyasının qarşısındayıq. Metrolar arasındakı qatar xətlərinin dayandırılması haqqında paytaxt sakinlərinin fikirlərini öyrənək. Günümüz metro ilə keçir. Bəs indi mənzil başına çatmaq üçün neçə nəqliyyat vasitəsindən istifadə edirsiniz? 3 nəqliyyat vasitəsindən. Bəs metro işləyəndə yalnız metro? Yalnız metro. Bu sizi qane edirmi? 3 nəqliyyat əlbəttə ki, qane etmir. Amma tək metro qane edir. Narahatçılıqdır da, belə ki, gündəlik Nərimanova gedib gələn adamların işlə əlaqədar. Heç olmasa buradan Nərimanova da marşrut olsaydı, təyin olunsaydı yaxşı olardı. Nəyə görə? Mənim 3 dənə tələbəm var, hardan qane eləyə bilər? Buradan gedəcək 28-28-dən Koroğludan bir də 20 yanvara hardan qane eləyə bilər? 60 qəpik gör neçə dəfə dəyişir. Yəni büdcənizə uyğun gəlirmi? Yox, xeyr. Daha ziyana gedirək. Qane eləmir. Bir ay bundan öncə xəbərdarlıq getmişdi. Televiziya informasiya şəbəkələrində hər bir şəbəkədə məlumat getmişdi. Ya xəbərdar idik. Bugünkü gündə avtobuslardan rahatlıq şəkildə istifadə edirik. Yəni heç bir çətinlik mövcud deyil. M2 alternativ nəqliyyat vasitəsinin içərisindəyik. İstiqamətimiz İnşaatçılar metro stansiyasıdır. Belə deyək də, büdcəyə biraz təsir edir, bəli. Hal-hazırda mindiyiniz bu nəqliyyat vasitəsi birbaşa getdiyiniz yerə gedir? Birbaşa getdiyim yerə bu gedir. Amma mən Koroğludan minib inşaatçılarda düşürdümsə, məcburam ki, 2 nəfərlə hər gün 28-də çıxaq, təzədən inşaatçılara getmək üçün əlavə ödəniş ödəməli olur. Məmmədova Ziniyyətdir. Mən şikayət edirəm. Mən Nərmanovda yaşayıram, inşaatçılarda işləyirəm. Mən niyə görə bir astanovka üçün pul verməliyəm, əlavə də pul verməliyəm? Dövlət verir bizə, qarşılığını verir dövlət. Niyə görə belə eləyirlər?
Birbaşa Nərmanova niyə yoxdur marşrut? 28 ilə gənclik üçündür marşrut ancaq. Niyə görə? Nə səbəbə görə belə bir insanları qəliz məsələ qoyurlar? Bir dənə 17-dir, 17-dən 2 saata gedir. Niyə görə Nərmanova yoxdur burada marşrut? 2 dənə astanovka marşrut, bu qədər şoferlərə pul verirlər, bu qədər maşın tuturlar, 2 astonov qaçın. Əgər belə bir qayğımıza qalırlarsa, 1 manat 20 köpüyümlə bir günə idarə eləməli deyiləm, 1 manat 20 köpüyünə də idarə eləyim. Qat düzəltsinlər bizlər üçün. Metro məsələsinə deyəndə bizim cibimizə girir. Mən şəxsən bu dəqiqə metroya minib getməliyəm. Xalqlar dostum mən əlavə 1-2 manat xərcləməliyəm. Pensiya almıram, iş yox, qalmışam bax belə. Bəli, hörmətli izləyicilər, biz bu mövcud məsələ ilə bağlı paytaxt sakinləri ilə sorğu apardıq. Sorğumuzdan belə bir qənaətə gəldik ki, sakinlərimizin yarı qismi bu qərarla razı, bəziləri isə qətiyyən təbii ki, razı deyirlər, amma məcburən qəbul etməlidirlər. Ona görə əgər qərar qəbul edərkən bir vətəndaşın cibinə ağır yük olursa, nəyə görə onu bir gecədə qüvvəyə mindirirlər? Amma xalqın xeyrinə olan qərarları qəbul edərkən çox çətinlik çəkirlər. Xalq nə istəyir ki? Azacıq təbəssüm və anlayış. Ona görə də qərar qəbul edərkən xalqın narazılığına səbəb olan qərarlar deyil də, xalqı sevindirəcək qərarları tez bir müddətdə qəbul edib təsdiqləyək.